Xəbər verdiyimiz kimi martın 5-də Göygöldə qardaş və 2 bacısı zəhərlənərək ölüb. Hadisə zamanı 1990-cı il təvəllüdlü Sevinc Müseyibova, 1999-cu il təvəllüdlü Samir Hüseynli və onların bacıları, 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat ediblər. Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub. 25 yaşlı Münəvvər Hüseynova isə Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumi təhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş. Faktla bağlı araşdırmalara başlanılıb.